Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina ve seyyidina ve nebiyyina ve habibina Muhammedin ve ala alihi ve sahbihi ve barik ve sellem. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ukudden min lisani yefkahu qavli. Cəmiyyətdə ətrafda əşyaların, qidaların bildiyimiz kimi yaxşısı da var, lor dilə desək pisi də. Yəni keyfiyyətlisi də var, keyfiyyətlisi də. Məsələn, telefonlar içərisində orijinal telefon var, həmçinin saxta, orijinal olmayan. Qidalar içərisində orqanik, keyfiyyətli qidalar da var, həmçinin sintetik, tərkibi zərərli maddələrdən ibarət qidalar da var. Bu eyni şəkildə insanlarda da belədir. Cəmiyyətdə, insanlar arasında ən yaxşı, ən üstün insan da var, ən aşağı, ən pis xüsusiyyətləri özündə cəmləyən insan da var. Ümumi olaraq, yəni bütün ta bəşəriyyət yaradılandan bu günə və qiyamətə qədər yaradılan insanlar içərisində ən üstünü kimdir? Bilirik ki, Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmdir. Bəs bunu hardan bilirik, necə bilirik? Onu tanımaqla, onun xarakteri xüsusiyyətlərinə şahid olmaqla, onun özündə cəmləşdirdiyi o müsbətləri görməklə. Əslində işin maraqlısı budur ki, biz onu tanıdıqca, onu oxuduqca, anladıqca əslində özümüzü görürük. Özümüzdə olan o gözəllikləri görə bilirik. Və onda elə ki, onda daha çoxdur, biz görə biləcəyimiz qədərini elə ki, ona baxıb görürük. Deyək ki, bizim bir mərhəmət duyğumuz var. Allah Teala bizə bir mərhəmət duyğusu verib. Onun bir dərəcəsi var. Bu dərəcəni necə bilirik? Biz Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həyatını oxuyanda, onun həyatında nə qədər mərhəmət görürüksə, nə qədər yaxşılıq görürüksə, nə qədər yəni müsbət xüsusiyyətləri görə biliriksə, o dərəcədə deməli bizim tutumumuz, kapasitemiz var türk dilində desək. 2 dənə nümunə verək buna. Bir günlərim Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yol yoldaşı Həzrət Əbubəkir Sıddıq radiyallahu anh Əfəndimiz gəlir, deyir, ya Resulallah, siz necə də gözəlsiniz, Allah Teala sizi necə də gözəl xəlq etmiş. İndi çox belə xüsusi duyğular bəsləyir, onları sözlə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə bildirir. Bizlər onları ifadə etməkdən və o duyğuları duymaqdan aciziyik. Çünki onlarda bu səviyyə çox yüksək olub. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin öz əmisi, qohumu Əbu Cəhil gəlir, Peyğəmbərimizə həqarət edir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə pis sözlər deyir, təhqir edir, qəzəb, kin, nifrət, paxıllıq, həsəd, yəni ağlımıza gələ biləcək nə ki, negativ duyğular varsa, pis duyğular varsa, onlar hamısını Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə bəsləyir, duyur, deyir. Bu işin hikmətini Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin səhabələri soruşur, deyir, ya Resulallah, bu nədir da, bu işin hikməti nədir? Səhabə də bilirik ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ətrafında olan iman etmiş insanlar idi. Necə ki, İsa əleyhissalamın zamanında da İsa əleyhissalamın həvarları var idisə, o ətrafında həvarlar var idisə, iman edən insanlar var idisə, İsa əleyhissalama tabe olan insanlar var idisə, eyni şəkildə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ətrafında onun səhabələri olub, tabe olublar, iman ediblər Allah Teala'ya. Bunun hikmətini soruşurlar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, hər ikisi baxdığı zaman özünü görür. Həzrət Əbubəkir Sıddıq radiyallahu anh Əfəndimiz özündəki o müsbət, gözəllik xüsusiyyətləri görür, onun dərəcəsini bilir. Çünki onun tutumu nə qədərdirsə, yəni insan tutumu nə qədərdirsə, o qədər Peyğəmbərimiz sallallahu əleyhi və səlləmi görə, anlaya, qavraya bilir. Digəri isə, Əbu Cəhil isə nə edir? Özündə olan o negativ xüsusiyyətləri, pis halları Peyğəmbərimizə baxır, görməyə başlayır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir güzgü idi, bir ayna idi insanlar üçün. Allah Teala nə deyir? Deyir ki, Rəsul öz həvasına və həvəsinə uyaraq danışmaz, nəfis arzusundan danışmaz. O ilahi vəhy ilə hərəkət eləyər, danışar, davranar. O bizim el dilində dediyimiz bir söz var, ürəyim filan şey istəyir, filan şey cəm eləyim, peşman şey istəyir, peşman şey eləyim. Peyğəmbərimiz belə deyildi. O ürəyi istədiyini yox, Allah Teala'nın ona bildirdiklərini edirdi.
və onu bizlərə çatdırırdı. Həmçinin başqa bir ayə-i kərimədə Allah Teala nə deyir? Deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə deyir, biz səni aləmlərə rəhmət olaraq göndərdik. Yəni o qul, o həbib, o sevgili insan bizlərə rəhmət olaraq gəldi. Bizlərə necə deyək, yanlışlardan, zərərlərdən, çətinliklərdən çıxa bilməmiz üçün gəldi. Yəni onun vəsiləsinə Allah Teala onu bizlərə göndərdi və nə dedi? Dedi, əgər yaxşı insan olmaq istəyirsinizsə, gözəl insan olmaq istəyirsinizsə, keyfiyyətli, şəxsiyyətli, insanlara, ətrafa, cəmiyyəti xeyri, faydası dəyən, qəlbi mərhəmət dolu, eyni şəkildə dünya ilə yanaşı axirətdə də gözəl bir məqamlarda qonaqlamaq istəyirsinizsə, göndərmiş olduğumuz bu qulumuz, sevgili qulumuz Peyğəmbərimiz Muhammed Mustafa sallallahu əleyhi və səlləmə tabe olun, ona uyun. Başqa bir ayədə Allah Teala nə deyir? De ki, əgər məni sevirsinizsə, Rəsuluma sallallahu əleyhi və səlləmə uyun ki, Allah da sizi sevsin, günahlarınızı bağışlasın. Yəni Allah Teala o qulunu özü yetişdirdi ən gözəl formada, ən möhtəşəm formada, yəni bütün insanda ola biləcək müsbət duyğuları ən kamil şəkildə onda var edib bizlərə təqdim etdi, bir nümunə olaraq göstərdi. Və bizlərə də nə dedi? Dedi, əgər siz də yaxşı insan olmaq istəyirsinizsə, Peyğəmbərinizə sallallahu əleyhi və səlləmə uyun. Onun yanından, yolundan ayrılmayın. Eyni şəkildə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən əvvəlki dönəmlərdə də Musa əleyhissalamın dönəmində də Allah Teala Musa əleyhissalamı göndərdi və insanlara onu bildirdi. İsa əleyhissalamın dönəmində də Allah Teala İsa əleyhissalamı göndərərək insanlara dedi ki, İsa peyğəmbərə uyun. Ondan əlavə Süleyman əleyhissalamın dönəmində də Allah Teala Süleyman əleyhissalama peyğəmbərlik verdi, həmçinin hökmranlıq verdi, mülk verdi və insanlara dedi ki, əgər doğru yolu, həqiqəti tapmaq istəyirsinizsə, əsl insan olaraq yaşamaq istəyirsinizsə, dünya və axirətdə xeyirli şəkildə məskunlaşmaq, huzurlu şəkildə yaşaya bilmək istəyirsinizsə, o zaman mənim göndərmiş olduğum bu peyğəmbərlərə, vəli qullara, nəbi qullara uyun. Peyğəmbərlərə sallallahu əleyhi və səlləm başda olmaqla. Ona görə də bizlər Peyğəmbərimizi tanıdıqca əslində özümüzü tanımağa başlayırıq. Ona baxaraq özümüzü görməyə başlayırıq. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə dedi? Dedi ki, bizlərə nə deyir? Deyir, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, İslam əxlaq dinidir, İslam sevgi dinidir, İslam mərhəmət dinidir. İslam bu gün cəmiyyətdə bizə öyrədilənin, göstərilərin tam əksinə birlik, sevgi, şəfqət, bir-birimizə mərhəmətli olmaq, gərəkdiyi zaman qüsurlarımızı örtmək, bir-birimizə bəzən güzəştə getmək dinidir. Yəni bu günlərim ətrafda əfsuslar olsun ki, bizə İslamı da yanlış tanıdırlar, təqdim edirlər. Baxırsan bir zorbalıq görürsən, bir qəddarlıq görürsən, İslam əksinə qəddarlığın qarşısını alır. İslam demir qəddar olun, İslam deyir ki, qəddarlara qarşı olun. Həmçinin bu gün dünyada dövr edən, cərəyan edən zülmlər də açıq-aşkar ortadadır. Bunlar niyə var? Çünki İslama zid bir sistematika var. İslamdan kənar bir düzən var, sistematika var. Ona görə bütün hər yerdə, hər kəsdə o təsirlər görünür. Adi mağazalara girəndə belə mağazada nə qədər zərərli qidalar açıq-aşkar şahid oluruq. Qidalar çoxdur, amma zərərli qidalar daha çoxdur. İnsan artıq başlayır seçim etməyə ki, görək hansı orqanizmamız üçün nisbətən daha faydalı, daha yaxşıdır. Həmçinin dünyanın bəlli bir nöqtələrində zalimlərin zülmünə məruz qalan insanlar da var. O zalimlər ki, Nəmrud kimi, Firavun kimi neynirlər, qəddarlıqlarını davam edirlər. Dünyanın fərqli nöqtələrində. Bu dəqiqə bütün dünya bu hallara, bu şeylərə şahiddir. Onlar kimin yolunu gedir? Onlar Firavunun yolunu gedir. Onlar Nəmrudun yolunu gedir. Amma Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə dedi? Dedi, zülm etməyin. Zülm etməyin, insanları haqsız yerə öldürməyin, insanlara işgəncə etməyin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu gətirdi, bizlərə çatdırdı. İndi bir düşünək, insanlara mərhəməti, sevgini, birliyi, gözəlliyi, ədaləti bildirən insan hara, insanlara zülm edib, insanlara işgəncə edən, özünə ədalət və demokratiya deyənlər hara. Bunlar açıq-aşkar bir-birindən seçilir. Ağlı sahibləri üçün kifayət qədər, yəni mesajlar, kifayət qədər haqqı və batili görmək üçün nişanələr vardır.
Allah-u Teala bizlərə, əgər biz səmimi olarıqsa, həqiqətən deyərəksə ki, ya Rəbbi, sənə xeyirli qul olmaq istəyirik. Sənin rızan və sevgin üzrə bu dünyada xeyirli şəkildə yaşayıb, əsl gözəl insan kimi faydalı, şəxsiyyətli, müsbət, belə deyək. İndi onu necə sözlə ifadə etmək olar o gözəl vəsfləri? Yəni ağlımıza gələ biləcək ən gözəl insan olmaq istəyiriksə, səmimi şəkildə bunu Allahdan istəyiriksə, Allah Teala bizə yolları açır, göstərir. Zaten bu istəyi bizə qoyması belə bizi yaradanın bizim üzərimizdəki bir lütfüdür, bir hədiyyəsidir, bir nemətidir. Yetər ki, biz neyniyək? Biz də özümüz öz qüsurlarımızı, nöqsanlarımızı gördüyümüz zaman onları düzəldək. Ətrafda problem, çətinlik, sıxıntı gördüyümüz zaman gücümüz çatırsa əlimizlə, əlimizlə çatmırsa dilimizlə, dilimizlə çatmırsa ən azı bir qəlbimizlə o şeylərə qarşı bir necə deyək, bir direnç göstərək, bir müqavimət göstərək. Niyə? Çünki dünyada iki cür insan var. Bir var yaxşı yolu seçən insanlar, bir var pis yolu seçən insanlar. Bunlar hər daim biri-birinə mübarizə içindədirlər. Hər daim biri-birində. Və bizlər də etdiklərimizlə, seçimlərimizlə nə edirik? Öz kimliyimizi nümayiş etdiririk. Öz yolumuzu, istiqamətimizi göstərmiş oluruq. Kimə? İlk növbədə özümüzə. Sonra da açıq-aşkar bu dünyada hamısı bilinir. Sabahlarım axirətdə Allah-u Teala kitablarımız açılacaq, qoyulacaq, deyəcək qulum, bunu belə etdin, bunu belə etdin, bunu belə etdin. Mülk surəsinin başlığında bizlərə Uca Mövlamız nədir deyir? Ölümü və həyatı hansınızın daha gözəl əməl işləyəcəyinin bilinməsi üçün, açığa çıxması üçün ölümü və həyatı və ölümü yaradan Allahdır, yəni. Mülk əlində olan Allahdır. Yəni bizlər bu həyatdakı seçimlərimizlə, gedişatımızla öz bir növ şəxsiyyətimizi, kimliyimizi ortaya qoymuş oluruq. Yaxşı seçən özünə, zərəri seçən yenə özünə. Və müminin ən güclü silahlarından biri nədir? Ən güclü silahı daha doğrusu duasıdır. Furqan surəsinin sonlarında Allah-u Teala bizlərə nədir deyir? Duanız olmasa nə deyə dəyəriniz olsun? Biz Allah-u Teala'ya möhtacıq. Çünki biz onun quluyuq. O bizə göstərir, o bizə bildirir, o bizi yedirir, o bizə həyat verir, can verir. Bilinmirdik, yox idik. Amma bir damcı sudan yaradıldıq, uşaq olduq, böyüdük, dəyişirik. Hər birimizin gözümüz, qaşımız, burnumuz, üz cizgilərimiz fərqlə-fərqlə. Xarakterik xüsusiyyətlərimiz, maddəsəl xüsusiyyətlərimiz başqa-başqa. Hamısı hardandır? Hamısı bizi yaradanın üzərimizdəki nemətləridir. Adi bu dəqiqə yer kürəsindəyik, dünyadayıq. Bu dünya özü hardadır? Bir galaktika var. Galaktikada günəş var, planetlər var, ulduzlar var. Bir dənə də yer kürəsi var. Niyə var? İnsan üçün. Bir belə nə qədər bitkilər aləmi var, nə qədər heyvanlar aləmi var. Bunlar niyə var? Hamısı insan üçün. Hər biri öz vəzifəsini yerinə yetirir ki, insan bu dünyada insan olaraq yaşaya bilsin, yəni. Rahat şəkildə belə deyək, həyatını davam etdirə bilsin. Amma insanlar nə edir? Yaxşılar yaxşını seçir, mərhəməti seçir, birliyi seçir, barışı seçir, dostluğu seçir, əminamanlığa cəhd eləyir, təmizləməyə çalışır, biriləri yeri çirkləndirəndə, bulaşdıranda onlar təmizləyir. Amma digərləri nə edir? Əksinə ortalığı çirkləndirirlər, qan yerinə döndərirlər, ortalığı talan eləyirlər, insanlara zülm eləyirlər. Yəni özlərinin xoşlamadığı şeyləri özlərinə birisi etdiyi zaman içləri darılacaq, partlayacaqları bir şeyləri özləri insanlara edirlər, yəni. Bu nə etməkdir? Bu şeytanın vəsfləri üzərində cəm etməkdir. Allah qorusun. Allahın lənəti zalimlərin üzərinədir. Allah-u Teala bizləri öz rızası üzrə, sevgisi üzrə, sırat-ı müstəqim üzrə sabit etsin, bizi haqq yoldan ayırmasın. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin getmiş olduğu, bizə bildirmiş olduğu o gözəl yoldan ayırmasın. Uca Mövla qüsurlarımızı bağışlasın, bilərək və bilmərək etdiklərimizi əfv etsin. Bizə yardım edəcək olan da odur. Bizə açıqda və gizlidə, hər halda, hər halımızda, hər durumda şahid olan da odur.
Qəlblərimizdə olanı, bizim bildiyimiz, bilmədiyimizi bilən də odur. Bəzi şeylər var ki, biz insan olaraq özümüzdə belə özümüzə bilinmir, bilmirik nədir. Yəni özümüz keçirdiyimiz halları, duyğular, hissləri belə deyək, bilmirik. Özümüzü tanımırıq. Amma Allah Teala bizi bilir. O bizi bilir və bizi bizə bildirir. Bizim də ondan başqa dostumuz yoxdur. Yardımçımız yoxdur. Bizə güc qüvvət verəcək olan da odur, güc qüvvəti alacaq olan da odur. Ali İmran surəsinin əvvəllərində bunu Allah Teala bizə bildirir, deyir, de ki, ey mülkün sahibi, sən mülkü dilədiyinə verərsən, dilədiyindən alarsan, dilədiyini izzətləndirərsən, dilədiyini zəll edərsən, hər türlü xeyir sənin əlindədir. Allah Teala bütün həqiqətləri Quran-Kərimdə bizə bildirir əslində. Biz nə etmemiz lazımdır? Açıb, yavaş-yavaş, aram-aram, inşallah oxumamız lazımdır. Yəni, üzdən oxumaq yox, başa düşərək, anlayaraq, nə var, nə yox. Bu kitab əslində bizə nələri bildirir? Onları düşünməyə çalışaraq, idrak etməyə çalışaraq oxuduğumuz zaman inşallah ki, anlayırıq, görürük. Yəni, ümumiyyətlə, insanda belə bir xüsusiyyət də var. İnsan bir şeyə könül qoydu mu, bir şeyə həvəsli oldu mu, istəkli oldu mu, o şeyin arxasına düşür. Adi məsəl üçün, hansısa bir iş qurmaq istəyən nə edir? Deyir, mən filan işi işləyəcəm, filan sahəyə gələcəm, çalışır, didinir, çırpınır, amma ora könül qoyur. Amma könülsüz olduğu zaman olur, qoyur qırağa, deyir, əşi, bu nədir, elədir, belədir. Yəni, səmimi insan, həqiqətən bilmək istəyən, oxumaq istəyən, görmək istəyən, anlamaq istəyən, ortalıqda olan o kitabımızı, Quran-Kərimi açıb oxuyar inşallah. Amma yox, istəmirsə, yəni nə qədər ona oxu deyilsə də o insan oxumayacaq onu. Çünki o qəlbində o şeyə meyli yoxdur, yəni qəlblər də Allahın əlindədir. Allah Teala bizlərdən razı olsun. Özü bizi hər daim himayəsində saxlasın. Son nəfəsimizə qədər iman və hidayət üzrə yaşayıb, son nəfəsimizdə də hidayət və iman üzrə köçməyi və ona qovuşmağımızı bizə lütf etsin. Bizi ən gözəl dərəcələrə, məqamlara ulaşdırsın, cənnət bağçalarına çatdırsın. Amin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.